Axşamınız xeyir olsun, salamlayım hər-birinizi. Təbrik edirəm futbolçularımı. Vacib nəticə idi. Baxmayaraq sonunda vaxt uzana bilərdi, amma buna baxmayaraq ümumən ikinci hissə demək olar ki, oyunu tam ələ almışdıq. Sadəcə epizodlarla bəzən biraz səhvlərimiz olurdu. Ümumən belə qalibiyyət çox vacib idi. Yəni, hər iki oyun nəticəsinə görə yox, ümumən qalibiyyət çox vacib idi. Belə çalışdılar futbolçular düzgün oynamağa, hələ biraz yorğunçuluq hiss olunurdu. Amma buna baxmayaraq, inanıram, qarşıdakı günlərdə daha da yavaş-yavaş futbolçular daha çox özlərinə gələcəklər və daha öz optimal formalarında olacaqlar. Belə azarkeşlərimiz sağ olsunlar. Şamaxıdan gələn azarkeşlər də öz komandalarını dəstəklədilər. Sağ olsun, hər biri komandaların yanında oldular və Ayxana da uğurlar arzulayıram. Buyurun, suallara keçə bilərik. Buyur Kənan. Mən münasibətlənirəm. Kardin soruşacağım. Kardin yenə də 8 nömrə mövqeyində oynatdınız. Yəni, bu artıq gələcək üçün bir mesaj idi ki, artıq o mövqedə daha çox sınırdır və Montiel də artıq əsasəyə qoyur. Hər ikisi, həm Kardin, həm Montiel əsasəyə qoyulmuş kimi mövqedə. Ümumən belə, yəni o qabiliyyət var onda. Bugün sadəcə həmin pozisiyada bizə onu oynatmamız lazım idi. Çünki əvvəlki oyunda həm Pedro, yəni iki oyun deyək ki, həm Newcastle-da, həm sabahlı oyunda xeyli güc sərf eləmişdi. Biraz oyunda da ən fiziki göstəricə ən yuxarı olanlardan biri idi. Biraz ehtiyat elədik. Və belə o istərdi ki, daha çox ön xəttdə oynasın. Amma buna baxmayaraq, o qabiliyyət var onda. Bəzən oyun quruculuğunda belə bir oyunçunun orada olması da vacibdir. Əlaqəsə bu cür komandalara qarşı. Belə gələcəkdə belə rotasiyalar olacaq. Yəni Montiel də orada oynaya bilər və yaxud yerlərini dəyişə bilərik. Belə buna ancaq bizə məşqçi olaraq sevindirici haldır ki, oyunçuların bir neçə mövqedə oynama qabiliyyəti var. Oyun planını, sistemi pozmadan. Nesər, buyur. İki sual verəcəm. Necə sizin rəqibiniz yarı finalda Sabah ola bilər, yəni Sabah qalanını kəsələr. Bu oyunun futbol azarkeşləri sonmasından sonra arzudur ki, yenə Sabahla oyun olsun, həm azarkeşlərsin, həm də ki, bu gün Qarabağa rəqib olaraq təkcə Sabah var. Siz necə düşünürsünüz bu oyunla bağlı? Bir də ikinci sualım, elə Sabahın prezidenti Maksud Gözəlov sizin haqqınızda açıqlama vermişdi və demişdi ki, bizim Qarabağımıza kölgə salmışdı. Kubokun finalından sonra. Ona cavab verəcəyiz bir şey yox. Yox, belə fərqi yoxdur kimlə, yarı finalda kimlə oynayacaq. Əlbəttə ki, belə komandalara qarşı oynamaq həm azarkeşləri daha çox stadionlara cəlb eləyir, dəvət eləyir. Hansı ki, belə bir komandaların qarşı-qarşıya olması onlar üçün də maraqlıdır. Kim də olsa, inşallah biz yenə də hazırlaşacaq, oynayacaq. Qaldı ki, digər suallar, yəni mən keçmişə qayıtmaq istəmirəm. Yəni, üzürlü saygından belə sualına cavab verməyəcəm. Sadəcə oyunun gedişatında olan şeylər orada da qalır. Yəni, mən keçmişə qayıtmağı xoşlamıram. Buyur Kənan. Qurban müəllim, yarım finala vəsf examına cari mövsüm ərzində qazanılan uğurların davam kimi sayıla bilər. Lakin bundan əmrlər qrafik daha da sıxlaşdı və maraqlı ki, apreldə görünür 3 dəfə Sabahla qarşılaşmalı olacaqsınız, həm də Azərbaycan derbisi var. Ondan əvvəldə milli fasilə var, futbolçuların milli müşərəkəsindən qayıdarkən fiziki və psixoloji durumunun məncədə yaxşı olacağı bilinir və təxirə salınmış oyunlar. Yəni, belə qrafikə hazırdırmı Qarabağ və yaxud üstəsindən gələ biləcəksiniz bu problemləri? Gəlməyinə mütləq gələcək. Nə cür gələcək bilinmir. Mütləq onların hamısını oynamalıyıq. Mütləq biz proqramı götür-qoy eləməliyik. Hansı ki, hazırlaşmalıyıq hər oyuna. Ona görə belə ola bilər yorğunçuluq olsun, ola bilər hansısa bir psixoloji gərginlik olsun. Amma hər bir halda futbolçunun belə deyək də həyatıdır. Yəni, biz məşqçilərin işidir, hansı ki, istənilən oyuna futbolçuları kökləyə bilək. Amma il ərzində əlbəttə ki, bu bəzən alınmır. Buna baxmayaraq, biz yorğun olsaq da, optimal formada olsaq da, biz hər oyuna yenə maksimum
maksimum nəticə üçün çıxacaq. Buyurun. Üç sualım var. Biri elektron tribunal strateji ya səhvən çıxışda strateji. Çıxışı necə dəyərləndirirsiniz? İkinci sualımda belə deyək də, sanki Qarabağın üzərində təzyiq çoxdur. Yəni istər belə deyək də, bu meydanda, istər meydandan kənarda və yaxud biraz da belə desək, sanki Qarabağ biraz tək qalır. Nəzərdə baxmışlar. Necə təzyiq var mı? Hiss edirsiniz bunu yəni? Qnali ilə bağlı normal ilk oyunuydu. Hiss olunurdu ki, hələ biraz uyğunlaşmayıb, biraz hələ gücünü tam bölüşdə bilmirdi. Bu normal bir haldır. Bu yavaş-yavaş yəni qarşıda bir neçə oyundan sonra biraz özünə tam öz atma formasını bərpa edəcək. Və qaldı ki, meydanda tək qalmağımıza normal da olur da belə inşallah psixoloji gərginlik var. Yəni istər-istəməz il boyu belə sıx qrafikdə oyunlar keçirmək, ümumiyyətcə təsəvvür edin ki, iyul ayından bu yana deyək ki, biz daima gərgin iş rejimində olmuşuq. Deyirik ki, bir boyunda oynayan, bir boyundan keçək, o birisində biraz sakitləşərik, vaxt yoxdur. Sonra o biri oyunda, sonra o biri oyunda, sonra o belə-belə. Yəni belə bir işin, belə deyək də, işin içindəyik ki, hansı ki, bizə sakit olmaq, yəni belə vaxt yoxdur sakit olmağa. Və əlaqüstə bizdən qəbula tələb olunursa, əgər bizdən daima yüksək yer tələb olunursa, bizdən daima qrup mərhələsində düşmək tələb olunursa, qrup mərhələsi düşdükdən sonra yenidən digər mərhələyə keçmək tələb olunursa, biz nə qədər desək ki, biz qruplara düşdük, biraz sakitləşmə olar. Əksinə, hər oyundan oyuna yəni, daha da gərgin, belə deyək də, saatlar başlayır, tələblər başlayır. Normaldır bu, amma mən özümü belə deyək də, meydanda tək hiss eləmirəm. Biz yəni kollektivik, biz ümumiyyətcə futbol camiyyəsiyik. Biz nə olur, olanlar indi oyunda 90 dəqiqə ola bilər ki, hansısa bir intriqa gedir, hansısa bir yarış gedir, amma ondan sonra hamımız biz normal münasibətdə bir-birimizlə kontaktda oluruq və belə azarkeşlər bizlə, rəqib azarkeşlər bəzən Avropa oyunlarında bizlərlə olurlar. Normal, amma ümumən bu futbol həyatının gedişatıdır. Burada daima gərginlik olacaq, burada daima intriq olacaq, burada daima razılıq olacaq, narazılıq olacaq. Sadəcə biz bəzən istər-istəməz futbolçu yəni belə bir gərgin işin altında çox oyunlar olanda, çox illər olanda istərsən biraz o gücdən, haldan düşmüş vəziyyətə düşür. Bu ola bilər, bəzən hiss olunur, amma çalışır ki, bunu aradan qaldırma hansısa bir variantlarla. Amma hər bir halda biz əgər bu işin başındayıqsa, bu cür hallara hazır olmalı və bunları normal qəbul etməliyik. Buyurun. Mən uğurlar arzulayıram. Qış fasiləsində xüsusən futbolçularımızın bir çoxuna təkliflərin gəldiyini nəzərə alsaq, paralel olaraq sizin artıq burada bir oturuşmuş gəlir qoyduğunuz sistem var. Və mövsüm boyu transfer siyasətinizi davam etdirdiyinizdə buna əlavə edilsək, mümkündür ki, yayda yenilənmiş Qarabağ görək, yoxsa bəzi çatışmazlıqları düzəltməklə yola davam etmək istəyirsiniz? Yəni, hər şey gözlənilir. Düzün desəm, ola bilər dəyişiklik, belə deyək, az olsun, bəlkə də bizdən asılı olmayan səbəblərə görə, amma yenə də bizdən asılı olmayan səbəblərə görə ola bilər ki, dəyişiklik də çox olsun. Bəli. Yəni, bu sanki biraz, bu gedişat biraz onu göstərir. Buyurun. Roman Təbrik həmkarımız olaraq son vaxtda sanki ötən illərdə Qarabağın əsas heyəti ilə köməkçi heyətində bu qədər ciddi fərq olunmalıdır. Bu, həm Avropada, həm də çempionat oyunlarında yüksək performans göstərir. Amma son vaxtda sanki əsas heyətlə ehtiyat
Yəni çox detallı belə deyək də analizlər gedir ümumiyyətcə. Və burada nəzərə alınması bir neçə məqam var, hansı ki, bu il biz həddindən artıq çox yükləndik. Çünki nə olur olsun, Çempionlar Liqasının çəkisi başqadır. 2, oyun sayı bizim həqiqətən həddindən artıq çox oldu. Yəni əvvəlki illərə baxanda ümumi gedişatda istər-istəməz bir var, məsələn, yenə deyirəm 6 oyun oynayırsan Çempionlar Liqasında, 8 oyun oynayırsan, 10 oyun, biz 16 oyun demək olar ki, hər oyundan oyuna daha da gərginlik, daha da tələb çox. Və futbolçular da bəzən belə deyək də o gücə bəzən dözmürdülər. İstər-istəməz və digər komandalar və digər klublar da ümumiyyətcə biraz fərqli yanaşma oldu. Ümumiyyətcə bu legioner limiti götürüləndən sonra da biraz komandalar daha rahat, daha sərbəst hazırlaşırlar və daha istədikləri heyəti qura bilirlər. Yəni təsirlər çox idi. Ola bilər indi bu il ilk il idi, biraz bəlkə ehtiyatımızı daha az tutduq, bəlkə daha çox tutmalıydıq. Bəlkə o yenə də bizdən asılı olmayan səbəblərə görə inanın ki, bir 4, bəlkə də 5 futbolçu sanki hər şey razılaşdırılmışdı, hər şey hazır idi. Son anda əks cavab gəldi. Yəni biz zaten bunu öncədən görürdük ki, qarşıda biz daha böyük yükün altına giririk. Bizə daha çox futbolçu lazım olacaq, daha sağlam futbolçu lazım olacaq, daha qabiliyyətli futbolçu lazım olacaq. Sanki bunu biz əvvəlcədən gördük, sadəcə biraz planlarımız tam alınmadı. Amma hər bir halda biz yenə də digər heyət, mən istəməzdim onlar haqqında belə bir ifadə işlədim ki, bunlardan zəifdirlər deyə. Amma ümumi oyunun gedişatı var. Onların da yəni oynamadıqca oyun idman formasından biraz uzaqlaşırlar, oyun ritmindən uzaqlaşırlar biraz və bu cür komandalar da bizə qarşı fərqli hazırlaşanda biraz bizim problemlərimiz çoxalır. Amma ümumən belə istərdim ki, daha geniş olsun heyətimiz və inşallah çalışacağıq, görək yayda bunu eləyə biləcəyik. Bədavinin fiziki durumu imkan verilmir ki, artıq son dövrlərdə onu daha çox oynadınız. Bu birinci sual. İkinci sualda məlum ki, Duranı siz Bingöl olaraq transferləmişsiniz və boşluyorsunuz ki, sadəcə Natasovlar futbolçu olsun. Sabahla oyunda da görülür ki, necə yaxşı oldu, oyuncusa da oyuna düşür. Bu mənada daha çox Duranın sağ Bingöl kimi Bədavi, mən Bədavidən tam razıyam. Ümumiyyətcə, hal-hazırda onun fiziki durumundan, hal-hazırda onun yanaşmasından, hal-hazırda onun idman formasından razıyam. Yəni, qarşıdakı oyunlarda da onun oynama ehtimalı çoxdur. Qaldı ki, Duranı, bəli, yəni o da gözləniləndir. Yəni, belə bu cür heyətdə ola bilər. Yəni, onun oyunların gedişatına baxılacaq. Yəni, ümumi nəticələrə baxılacaq. Amma ümumən belə bəzən Duran daha da biraz fiziki dözümlüyü yaxşı olsa, bəli, orada oynamaq ehtimalı daha çoxdur. Yəni, daha da oyun ərzində biraz bəlkə ümumi belə deyək də göstəricilər bir o qədər yaxşı olmaya bilər. Ümumi, yəni sürət, yəni dinamika, buna sözüm yoxdur. Amma ümumi gərək biraz da göstəriciləri yuxarı olsa, çünki o pozisiyada oynamaq üçün daha çox daha çox dözümlü olmaq lazımdır. Amma o qabiliyyət onda var. Yəni qarşıdakı onlarda ola bilər, yəni belə dəyişikliklər, rotasiyalar olsun. Çox sağ olun, təşəkkürlər. Sağ olun.